Velomacılar kanalında hər kəs xoş gördük. Hər zaman kimi mən velosipedi hazır vəziyyətdə gətirmişəm və səfərim Astaraya olacaq. Hal-hazırda bulvar ərazisindəyəm. Hava da küləklidir, yəqin ki hiss olunur. Və velosipedi ilk dəfədir bu qədər yükləmişəm. Hər bir şey var. Çadır, yemək. Ümid edirəm problem olmaz. Hər şey qaydasında olar və bütün rayonları keçə-keçə Astaraya çatmış olaram. Yola davam. Yolçu yolda gərək. Saat 4-dür. Mən Bibeybət yoxuşunu qalxıram hal-hazırda. Və hava da küləklidir. Yəqin ki hiss olunur. Amma yenə də yola davam. Məqsəd çatmaqdır. Hal-hazırda yağış başlayıb. Yəqin ki hiss olunur. Və mən bunu istəyirdim. Çünki neçə vaxt yağışlı havada velosiped sürmürəm. Və bunu gözləyirdim. Sevə-sevə yəni davam edəcəm. Hal-hazırda şalvar geyinəcəm, yəni su keçirməyən şalvar. Bir də burada belə bir şey var. Bu da ayaqqabının üstünə keçirmək üçündür ki, su keçirməsin ayağım. Yəni belə, hər şey əladır. Hava da sərindir, əsl yaz qoxusu var havada. Və saat 5-ə işləyib artıq. Yəqin günəş çıxmayacaq bir gün. Mənim yüküm görün nə qədər dəhşət. Həm də külək də var. Həmişə kimi kofe fasiləsi velosipedlə. Yəni ola bilsin birbaşa Astaraya gedəcəm. Yəni çünki külək var hal-hazırda. Hər zamanki kimi Bibeybətin yoxuşu sevməsəm də, amma yaz yağışı ilə velosiped sürmək ləzzət edir həqiqətən. Çox qəşəngdir. Sadəcə təkəm və başıma nə gələcəyi bəlli deyil. Məni nə gözləyir bilmirəm. Amma davam. Həyatı sevmək lazımdır. Dostlar, nəhayət ki mən sahil qəsəbəsinə çatdım. Velosipedi o qədər yükləmişəm. Sadəcə dəhşət. Həqiqətən sürmək çox çətindir, ağırdır. Dostlar, mənzərəyə bir dənə baxın. Nə etmək lazımdır? Sadəcə həyatdan həzz almaq lazımdır. Mən tək Astaraya gedirəm. Yəni belə mənzərə məni həvəsləndirir. Külək olsa da, nə olsa da mən dayanmıram. Çünki həyat qısadır. Ona görə həyatdan zövq almaq lazımdır. Bu qədər. Başqa heç nə lazım deyil. Onda həyat yaxşı olacaq. Yola davam. Təxmini 250 kilometr qalır. Yenə itlər və mən. Yürürdü üstümə. Gəl bura, gəl bura. Gəl verəcəm sana yemək. Gəl, gəl bura. Yürürdü üstümə. İndi dostlaşırıq artıq. Yemək verəcəm sənə. Ha? Şirin. Salam. Acmısan? Səhərdən. Can. Dəhşət. Gəl bura. Getmə. Gəl bura. Sənə dadlı bir şey verəcəm. Gəl. Gəl, mən sənə nə verəcəm? Gəl bura. Gəlin. Gəlin, görün sizə nə gətirmişəm. Gəl. Ay can. Səhər. Bunları doydurmaq lazımdır. Gəl, sizə nə gətirmişəm. Buna bax. Bakıdan gətirmişəm. Gəl. Təmiz yerə verəm də, gözəl. Təmiz yerdə verim də. Sən də gəlmişsən, nə gözəlsən sən. Gəl. Qorxma, gəl. Gəl, təmiz yerdə verim sizə, gəlin. Hara qorxursunuz, gəl. Gəl. Çox şirindir. Gəl. Qorxma, mən sənə neynəyəcəm ki? Ay sənə. Gəl, indi bunu da ye, gəl. Niyə hürürdünüz mənə? Şirin baş. Bu dəfə it yemlərdi götürmüşəm. Burada bu it mənə həmişə hürürdü. Əvvəllər buradan çox keçmişəm. Bu it mənə hürüb. İndi amma rastlaşdıq, dostlaşdıq. Ye. Çox gözəldir bu. Həqiqətən. Baxın. Bu gün ancaq it yemləyəcəm. Gəlin. Sizə yemləyim. Qalın. Gözlə.
İndi də bu şirinlər gəldi. Sağ ol. Gəl sizə də verim. Heç mən özüm yemək yeməmişim, inanırsan. Amma sənə verəcəm. Can. Ay can, əlinə bax. Siz nə şirinsiniz belə? Gəl. Bilirəm, açsız. Gəlin, yiyin. Onun da gözləri elə şirindi, adama oxşuyur. Gəl. Yaxından çəkim səni, görsünlər səni. Yaxşı, qorxma, gəl. Amma bu məndən qorxmur. Tatlıdır, nuş olsun. Bilmirəm, bundan sonra kim bu şirinləri yemək verəcək. Amma mənim öhdəmə düşəni mən elədim. Həyatı gözəlləşdirmək lazımdır. Yəni, bəzi insanlar ancaq özünü düşünür, məsələn, yemək, it yeməyi falan götürməz, pişik yeməyi. Amma mən insanam. Bunu nəyəsə görə eləmirəm. Çəkməkdə məqsədim də odur ki, mənə baxıb bəzi insanlar bəlkə örnək götürər. İtlərə də yemək vermiş olar. Çünki bunlar, bilirsiniz, acızdılar, ona görə hürürlər bizə. Yəni artıq 4 dənə it mən yemlədim. Belə. İndi əsas yem qutarır, az qaldı. Bu Lerkin dağlarında, Yastrada falan lazım ola bilər mənə. Çünki orada da itlər məni gözləyir. Çalışmalıyam ki, hamısı çatsın. Yoxsa onlar məni parçalayacaq önümdə. O qədər özümü yaxşı hiss edirəm ki, itlərə, ya pişiklərə yemək verəndən sonra gümrah oluram da yəni. Enerjim elə bir 2 qat artmış olur. Aclıq pis bir şeydir. Məndə aclıq problem deyil, mən aclığa dözə bilirəm. Amma susuzluğa, məsələn, velosipedçi olaraq heç dözümlüyüm yoxdur. Ona görə belə havada gedirəm ki, ən azından su problemi olmur. Çünki hava sərindir. Super. Hal-hazırda Ələtə çatdım. Ələtin yazısı burada görünür. Təbii ki də yağışsız olmaz. Hal-hazırda gözəl bir yağış başlayıb. Olsun amma yenə də xoşdur mənə. Patalarımı geyinmişəm yenə. Gözəl yağıntı. Əla. Sadəcə velosipedi təzə yumuşdum. Heyf oldu. Davam edirəm. Hər şey əladır. Hava çox istidir. Mən baxmışdım temperatura. Təxmini göstərirdi 10 dərəcə falan. Amma indi çox yaxşıdır. 15 dərəcə, 17 dərəcədir. İstidir yəni. 74 kilometr artıq getmişəm. Çoxu qalıb hələ. Saat neçədir? Saat 10'a qalıb artıq. Mən gecə saat 3'də artıq yola çıxmışdım. Sadəcə yolda çox pauzalar verirəm. Buna səbəb isə bəzən it falan çıxdı qabağıma. Ona görə itlərə yemək vermək falan. Ona görə biraz uzun çəkir səfərim. Və mənim də məqsədim onsuz da tələsmək deyil. Sadəcə həyatdan həzz almaqdır. Dediyim kimi, həyat çox qısadır və hər anın dadını çıxarın. Mənim kimi. Gözəl mənzərəli yerlərdən keçmək. Yəni riski gözə almaq lazımdır hər bir şeydə. Həyat riski sevir. Yəni belə bu havada heç kim inanmıram velosiped sürsün. Şəhərdə belə inanmıram kimsə sürsün, amma mən rayona gedirəm velosipedlə və tək. Həqiqətən şir ürəyi yemək lazımdır. Mən amma şir ürəyi yeməsəm də bunu bacarıram. Məndə potensial var, enerji də var. Ona görə bundan istifadə etmək lazımdır. Nə qədər ki siz də gəncsinizsə, fərqi yoxdur, yaşınız çox da ola bilər. Yəni enerjiniz varsa, ayaqlarınız normaldırsa, sağlamdırsa, istifadə edin və velosiped sürün. İnan mənə, heç şey itirməyəcəksiniz. Əksinə, sadəcə faydasını görəcəksiniz. Həm rahat, komfortdur. Mənim heç bir ağrım yoxdur məsələn. Nə belimdə, nə başqa bir yerdə. Astaranın hal-hazırda gözəl yolu olan Salyan yolunu gedirəm. Yaşıllıq sadəcə cənnətdir. İndidən başlayır artıq havasının təmizliyi.
Əvvəllər mən xaricilərə baxırdım, velosipedçilərə. Baxırdım ki, 200 kilometr yolu 10 saata falan qət eləyirlər də. Mən də fikirləşirdim, yəqin ki, mən də elə eləyə bilərəm, bacararam falan. Sonra gördüm ki, yox, bizim ümumiyyətlə yollara görə, əsas da havaya görə mümkün deyil, yəni, düşünəndə. Çünki dəhşət külək olur. Dəniz qırağıdır, xəzri, gilavar, nə bilim, hər cür külək əsir. Ona görə imkan vermir rahat sürməyə. Və gec çatırıq təbii ki də. Amma hava yaxşı olsaydı, təbii ki, mən daha tez çataram. Məndə də qalıb hardasa 203 kilometr Astaraya qalıb hal-hazırda. Saat da 11-ə qalıb. Və mən də gecə saat 3-də çıxdığımdır. Arada yoldayam. Ola bilər, bəlkə tez çataram. Yəqin ki də hava qaralanda çatacam. Mən belə düşünürəm. Mən belə əsas tez çatmaq deyil. Təbii ki, məqsəd əyləncədir. Stres atmaqdır. Və düşünürəm ki, hələ ki yaxşı gedir. Elə də yorulmamışam. Biraz yorğunluğu var əslində. Amma çox da deyil. Əsas psixoloji yorğun olmayım. Qalan yorğunlar boş şeydir. Yəni belə dostlar, çalışın. Hər zaman fərqli olun və istədiyiniz nə varsa eləyin. Nə qədər ki gec deyil, həyatın ləzzətini çıxarın. Salyan yazısı və mən hardayam? Salyandayam. Burada bir market var. Sadəcə velosipedi mən ora keçirə bilməyəcəm. Bilmirəm hara qoyum. Yəqin ki nəyəsə dəmirə falan yaxın qoyaram. Sonra keçərəm. Hal-hazırda paltalarımı dəyişdim. Çox istidir hava. Astaraya hal-hazırda 175 kilometr qalıb. Amma çox istidir. Dəhşət. Bəzən olur ki, soyuq olanda deyirik, hava soyuqdur. İsti olanda deyirəm, istidir. Hər şeydən narazıyıq. Həqiqətən insan həmişə şikayət edir. Deyil, burada baxanda. Salam aleyküm. Sağ ol. Ella. Çullar bunlar. Gücüm də qalmayıb, qaça bilmirəm. Çoban itləri. Lerikdə bunlardan çox görəcəm. Gedəcəm çünki Lerikədə. Bəzən olur ki, düşünürəm, görəsən mən bura niyə gəldim? Yəni, məzuniyyət götürmüşəm, 7 gün evdə olacaq idim. Amma bilmirdim də, yəni, ineyim. Ən yaxşı qərar bu idi. Sadəcə bəzən düşünürəm ki, bu əziyyətə dəyərmi, dəyməzmi? Yəni, bəzi insanlar dəstək olmur. Ona görə həvəsdən də düşürəm, bir çox hallarda video çəkməyə görə. Amma bəzən də düşünürəm ki, bir-iki nəfər olsa belə dəstək verən insanlar var. Onlara görə yəni, çəkmək istəyirəm həmişə videoları. Yəni, görürəm ki, insanları həqiqətən həvəsləndirə bilirəm. Belə. Yoxsa bunu mən şəxsən özüm üçün eləyirəm əslində. Yəni, turlara getmək, özümə əyləndirmiş oluram, həm stressdən çıxmış oluram, dərdlərimi unuduram, problemlər, hər bir şey. Yəni, velosiped həqiqətən pedal fırlatdıqca problemlər sanki azalır. Əsasən də heç düşünmürsən. Ancaq fikirləşirsən, görəsən mən bu dəfə hara gedim? Niyə Cənubu seçdim? Deyə bilərsiniz. Mən bir dəfə Astaraya getmişəm əslində. Amma o biri ərazilərdə olmamışam. Yəni, Cənubda yerləşən Lerikdir, Masallıdır, Yardımlı falan, Cəlilabaddır. Olmadığıma görə istəyirəm ki, bu dəfə gedim. Oralarda da olum, gözəl yerləri kəşf edeyim. Və sizlərlə də paylaşım. Öz fikirlərimi də deyim. İnanıram ki, həvəsləndirəcəm sizi. Bir çoxunuzu ki, velosipedə. Yəni, məqsədim budur. Təbii ki, bu işin də əziyyətləri var. Yəni, düşünə bilərsiniz, pedal fırladırsan, velosiped gedir, amma inadkar olmalısan.
deməlisən ki, mən bunu bacaracağam. Ağrısan belə bacaracağam və bacarırsan. Çətin bir şeydir, həqiqətən asan deyil. Zarafat gəlməsin, 300 kilometr yol məsafədir. Təbii ki, tez çatmaq istəyərdim. Gecəyə düşməmək. Qorxmuram, sadəcə gecə mənə komfort deyil. Bəzi sürücülərimiz yuxulu olur, yorğun olur. Görməyə bilər məni. Təbii ki, işıqlarım olsa da. Görməyə bilər, qəza ola bilər, hər bir şey ola bilər. Amma belə havada da həm də mənzərəni görmüş oluram. Gecə amma o mənzərəni görməyəcəm. Qaçırmış olacam. Bəzən mən turlara gedəndə gecə keçirəm o ərazilərdən. Təəssüf ki, görə bilmirəm. Ona görə çalışıram ki, gündüz çatım. O gözəl yerləri görmüş olum, sizə də göstərim. Dəhşət. Həqiqətən çox gözəldir. Cənubun havası əsasən də insanları sadəcə mükəmməl. Hələ mən çatmamışam cənuba. Amma mənə o qədər SMS gəlir insanlar tərəfindən. Qonaq dəvət edirlər məni, ailələrlə. Mən halbuki bildirmişdim ki, yəni çadırda qalacağım. Amma nə qədər insan var ki, yazıblar ki, çadırda qalma ehtiyac yoxdur, gəl normal evdə qala bilərsən. Bu mənə o qədər belə yaxşı bir aura verir, enerji verir ki, mən bilmirəm sizə necə təşəkkür bildirim, həqiqətən. Və çox sevinirəm. Yəni kimsə düşünün ki, sənin haqqında nə qədər xoş fikirlidir, xoş qarşılayır səni, insana həqiqətən zövq verir. Mən sevinirəm ki, yəni cənuba gedirəm hal-hazırda. Qonaqpərvərdirlər, çox. Heç bir qapıda belə, hansı qapıya geçsən belə, yəni məni ac buraxmazlar, nə də susuz buraxmazlar. Ona görə hər birinizə təşəkkür bildirəm, əziz talışlar. Bütün, yəni fərqi yoxdur, yardımlı, lirik, masallı. Çatandan sonra da ümid edirəm ki, kimlərləsə bəlkə qarşılaşaram, vaxt tapsam. Görüşərik, söhbətləri eləyərik. Mənə də çox xoş olar. Qismət. Vaxt qalsa təbii ki. Çalışıram ki, 7 gün məzuniyyətdəyəm. Hər yeri gəzib qutara bilim. Və Bakıya geri dönmək istəyirəm, ya da velosipedlə. Əvvəllər bilirsiniz ki, mənim turlarımda mən yəni taksi ilə qaydırsa olurdum, ya avtobusla. Velosipedi qoyurdum, qaydırdım evə. Amma bu mənə xoş deyil. Həqiqətən, sanki zövq almıram. Yəni, mən əgər velosipedlə gedib, velosipedlə bitirmirəmsə turu. Sanki tur olmur da o mənim üçün. Adi bir gəzinti olur, falan olur. Həm də ki, mən profesional velosipedçi deyiləm. Mən sadə bir insan, sadəcə həyatdan zövq almağa bacaran bir insanım. Yəni, bu velosiped mənim həyatımı həqiqətən çox dəyişdi. Mən heç o pozitiv insan olmamışam. Məni tanıyan insanlar bilir, yaxınlarım. Pesimist olmuşam. Və həmişə özüm haqqında pis düşünmüşəm. Nə bilim, mən eybəcərəm, mən bacarıqsızam, mən bilmirəm, neyiniyim ki, xoşbəxt olum. Həqiqətən özümü tapa bilmirdim. Yəni, mənim kimi insanlar belə çoxdur. Mən də çalışıram ki, sizlər belə, aramızda yəqin ki, elə insanlar var. Həyatı maraqsız olub, bütün günü kompüter arxasında oyun oynayır. Və yaxud avara dostlarına qoşulub, sigaret çəkir, avaralıq edir, içki içir. Təbii ki də o insanlar heç vaxt xoşbəxt ola bilməz. Çünki heç bir içki, sigaret insana xoşbəxtliyi gətirmir. Əksinə, negativ insanları sən ətrafa yığır. Amma sən, məsələn, fərqli olsan hamıdan, sənə paxıllıq eləyəcəklər. Onlar eləmək istəyirlər o şeyləri. Sadəcə bir çoxu deyir ki, yox, mən bunu eləmərəm. Ayıbdır, nə deyərlər mənə, yaşım çox falan düşünür. Bizim insanlarımızın da əsas minusu odur. Yəni ki, nə deyərlər? Pis baxarlar. Velosiped sürmək nədir? Nə bilim, mənim uşağım var, ailəliyəm. Bu düzgün bir düşüncə tərzi deyil. Biz artıq inkişaf eləməliyik. Kimlər ki, depressiyadan əziyyət çəkir, stressdən, fərq etməz, velosiped sür, futbol oyna, aktiv həyatın olsun. Məsələn, mənim ətrafımda belə, mənə heç bir dostum deməyib ki, məsələn, gedək velosiped sürək.
Ona görə mən özüm artıq buna başladım. Gördüm ki, yəni mənim həyatım dəyişdi. Mən zövq almağa başladım. Özümü xoşbəxt hiss edirəm. Yəni mən velosiped sürəndə ancaq gülürəm. Videolarımda görə bilərsiniz. Elə belə gülür adam. Adamı güldürür həqiqətən. Elə bir gözəl bir şeydir ki, sadəcə bilmirəm heç. Ona görə davam edirəm. Maraqlı olacaq. Mənim videolarımı bəyənirsinizsə, dostlarınızla paylaşın. Gələcəkdə daha da xoş videolar olacaq. Təbii ki də mən sizə heç vaxt depressiyada imkan vermərəm qalasınız. Çünki mən varam. Artıq mənəm. Mən insanlara düz yol göstərmək üçün varam. Mən sizin üçün çalışıram əsas. Yəni minnət kimi başa düşün. Çünki mən bilirəm ki, mənim kimi insanlar çoxdur. Keçmişində çox problemlər olub. Və indi onun əziyyət çəkir. Yəni bu yaşla bağlı deyil. Sadəcə həyat tərzimiz artıq dəyişib. Biz insanlara paxıllıq eləyirik. Məsələn, kimisə bahalı maşını varsa, mən ala bilmirəm deməli, mən bacarıqsızam. Bu yanlış düşüncədir. Dəyişin düşüncənizi. Fərqli olun. Mən məsələn 30 yaşım var. Maşınım olub təbii ki, satmışam falan o. Sadəcə bir şey var ki, sən hamıdan fərqli ol. Hamı kimi olma. Həqiqətən, sən hamı kimi olsan, heç nə. Nə fərqin olacaq? Görünüş olaraq, deyəcəklər xoşbəxt insandır bu. Əslində elə deyil. Yəni, heç bir maşın sənə xoşbəxtçiyi verməyəcək. Motosikl belə heç bir xoşbəxtçiyi verməyəcək. Ayrıca bir nəqliyyat vasitəsidir. Velosiped isə bu da nəqliyyat vasitəsidir. Amma bu səni enerji verir sənə. Adrenalin də verir. Hər bir şey verir. Sağlamlıq verir. Maşın sənə nə verir? Motosikl sənə nə verir? Komfort verir sadəcə. Həz verir, bəzi yerlərdə həz verir. Amma bir müddət sonra o həzdən bezəcəksən. Ona görə nə etmək lazımdır? Sadəcə velosiped sür, həyatdan həzz al. Heç nə də düşünmə, heç kimin sözünə də ümumiyyətlə qətiyyən fikir vermə. Bunu mən deyirəm. Və nəticəni də özünüz görəcəksiniz. Belə, yola devam. Mən Bakıdan gəlirəm. Yəni ilk insandır ki, mənə maşın saxlayıb həqiqətən. Bəli. Qardaş, adı necədir? Tərlan da adım qardaşım. Həqiqətən fəxr elədim. Çox sevindim ki, maşın saxlayıb, amma mənim məqsədim, yəni əsas odur, ya velosipedlə gedim, də bilirsən. Yaxşı edirsən, mən səni aparda bilərəm. Sən qolunda da hazıram, Allah'ın sonu. Bir yerdə kimi, ən qolunda hazıram. Zamanı ki, yağış yağır, yağışa düşəcək o. Düşəcəm, düşərəm, paltarlar var. Var, yəni hazıram sənin qolunda. Sevindim. Laf yaxşı. Hamı siqnal verib keçir. Yox, ayıb deyil. Amma belə kimsə maşını heç saxlamır. Yox, ayıb deyil. Allah yolun yolçusuydu qardaşım. Gəl saxlayasan da. Başa nəyəsə ehtiyacın var. Sonra, Все. Allah. Görürsün maşın qalıb burada. Bir nə var saxla. Vallahi yox. Yerimi tutur. Ha, nə yerdir? Yer necə olsa? Meyvədir də, hə? Uşaqlara verər. Yox, sağ ol. Yer tutur o qədər. Biz qardaşın amanədə qardaş bizə banan təklif edir. Ha? Oldu, sağ olun. Təkər yenə partlamışdı. Kür çayındayım hal-hazırda. Körpünü keçirəm Salyan tərəf. Sadəcə gözəldir. Sağ olun. Ha, oraya. Sağ olun qardaş.
Orada. Necəsən? Sağ ol, Allah kömənəsin. Heç əlcəyə çıxarmışsın. Yallah. Sağ ol qardaş. Sağ ol. Elman. Yolun açıq olsun. Nə qulluq tapşırığın? Qulluq sağ olsun. çətinliyi. Saxlamağın belə bəsdir. Nəyə ehtiyacın var? Sənin gülüşün belə Allah'ın bəsdir. şükür Xoş olsun. danışığın belə. Pulun, paran. İnan mən, yox. Vallahi Allah'ın şükür olsun. Banan hələ də qalıb. Gəl bananızı verirsin yanı. Sağ ol, sağ ol. Ya doğrudan ciddi. Hələ də qalıb. Allah kömən. Berəsəvdə nasıl zırlanı yox? Yox, bayaqdakı apartda elə onu cəhdi tez. Varın da ya, şey varın da. Hər şey. İnan Nə mənə. qulluq tapşırığın? Qulluq səbəbsin. Var olsun qardaş. Gəl səni qucaqlayım, həqiqətən. Sağ ol. Var olasın. Sağ ol. Adı necə oldu? Elvin. Elvin. Elvin Sultanov. Mən də Elman. Qardaş. Ha, qaqaş Məni 690. hamısı belə tanıyır. Təşəkkür edirəm Sağ ol, qardaş Allah bir daha kömək minət. etsin. Yolun Çox açıq sağ ol. olsun. Var ol, sağ Minnətdarım. ol. Çox sağ ol. Allah Çox kömək xoş etsin. oldu. Sağ ol. var ol. Görüşərik inşallah. İsmət olarsa. Həqiqətən. Yəni bilmirəm necə sevinim. Bilmirəm yəni həqiqətən. Adam elə bir ağlamaq istəyir sevincindən. Var olsan qardaş, çox sağ ol. Ancaq mənim yerimdə kimsə olsa, anlayar ki, həqiqətən necə gözəl bir hissdir. Nə bilim, bilmirəm. Gözlərim ölüb yaşardı. Yaşar. Bir nəfər də maşın saxlayıb. Bilmirəm, mənə görə saxlayıb, yoxsa nəyə görə? Mənə görə saxlayıb ki. Mən sənə dünəndən yazılır. Salam əleykum. Çox yazıları heç kimə cavab verə bilməmişəm. Həqiqətən salam. Əlcəyə çıxarım. Elman qardaş. Dünən videoya baxdın mı? Aha. Dedim gedirəm şeydir, qarşılıqda kim qalmağa yer zət falan yazmışam, orada baxmadım. Eşat. Öyle qismət. Hansı? Nömrə yoxmuşam sənə. Doğrudan desən, mən inan mənə gəl göstərim, heç kimə cavab verə bilməmiş. Hələ də yoldayam. Dünəndəndir. Ya hansıdır? Vay bana oradasın. Nəysə, sən Ha. masalda qalacaqsan. Bilmirəm hələ ki. Astara gedəcəm. Velosiped deyəsən şeydir. Ola bilsin qırıla bilər də. Görürəm yerlənir çox arxa. Masalda bizim otelimiz adımız var. Yəni qalmaq. Var ol qardaş. İnan mənə. Yemək zat nəsə lazımsa. İnan mənə, yəni fəxr edirəm həqiqətən. Elə bu sözün deməyi bəsdir mənə. Doğrudan deyirəm. Yəni birbaşa Astaraya sürəcəm. Yəni gecə olacaq, 3 olacaq, fərqi yox, çatacağam. Nömrəm var orada ümumiyyətlə. Nəsə Всё. lazım olsa canım zonasının hamısını deyər. Var ol qardaşım. Allah kömək olsun. Çox sağ ol. Həqiqətən bilmirəm nə deyim bizə. Sən də Lənkəranlısın, masaldansan, hə? Var ol qardaş. Birdən qalmaq istəsən masalda. Ya mən dikişin orada. Var ol. Çadır falan götürmüşəm əslində, hər şey var. Ehtiyac yoxdur orada. Var ol. İnan mənə. Otelimiz var, nə lazım. Çox sağ ol qardaş. İnan mənə. Şokdayım, elə bir yuxudayım. İnanmıram, yəni kimsə maşını saxlayır. Çox sağ ol. Yolun açıq olsun. Var olasın. Hər şey var. Çox sağ ol. Bilmirəm kimdir. Amma gəlir. Bəlkə də kömək eləməyə gəlir oradasın. Göstərim. Bilmirəm kimdir. Tanımıram yəni. Salam əleykum. Açkın dəyişirdim. Salam əleykum. Elman, xoş gördük. Nicat. Var ol qardaş, çox sağ ol. Nəsə lazımdır? Açkımı dəyişirdim, gecə açkısı ilə şey. Astara gedirəm, gecəyə düşmüşəm nəsə. Gedək bizə masallıya. Var ol qardaş. İnan bayaq da oğlan elə masaldan şeylədi. İnan mənə var olasan həqiqətən. Hələ də gedirəm. Kofeç, nə qədər kofeç? Gecə saat 3-dən. Sən elə burdasan. Hə, burada küləyə bax, küləkdir. İmkan vermir. Bəzən belə əsir külək, kömək olur. Sonra Şurayı qoymuyor. elə bir yolu belə dönmürsən, hə? Dönən kimi elə bir külək üzrə vurur. O mənim bütün keyfimi pozur bildi. Aparaq da sən ora qədər. Yox, var ol, yox. Sağ ol, Çox xoş var ol. oldu. Sağ ol, var ol. Var ol, Allah səni qardaş. sağ eləsin. Var ol. Bilmirəm kimdir, amma gəlir. Qardaş, deməyin ki, canlıdan görür gəlmişsiniz. Qardaş, var olasan qardaş. Mələ var. Su problemi, yemək problemi yoxdur. İnan elə gəlib saxlamağın belə bəsdir. Həqiqətən var olasan qardaşım, öpürəm. Qabaqda gəl. Sən haralısan bə? Mən Lənkəranlıyam. Var ol qardaş, çox sağ ol saxladın mənə. Deyərsən. Əleykum. Billə. Hədə orada? Təşəkkür edirəm. Yolun açıq olsun hər zaman. Dəhşət. Fəxr edirəm. Doğrudan deyirəm. Belə gözləmirdim. Çox sağ ol. Dəhşət istidir. Mən banan yeyirəm.
Həsən, su var, vermə, həqiqətən vermə, su var. Məndən nəsə payvasın. Həvəsdən düşmürəm, hər şey əladır. Çünki burada bir ayağımda corab var, bir ayağımda yox. Suya batdım. Həqiqətən Sağlamlıq. bu idman növü həqiqətən sağlamlıq idman növü. Lazımdır dəmişim. Yaman çoxdur, deyəsən arxamda qaçır.